Bax dedik ki, tərs trigonometrikdən danışırıqsa, argument qiymətdir. Bax bu qiymətlidir. Sinusda ən böyük qiyməti nə idi? Ən kiçik. Deməli, hansı arada oynayar? Mənfi 1-dən böyük, 1-dən də kiçik olmalıdır. Yaxşı. Hamısını vururam nəyə? 2-yə vururam. Mənfi 2, x çarx 3, 2. Hamısını üstü üçgərləm, üçgərləm, üçgərləm. Alın. Deməli, bu aralığı tapdım. Amma qutarmamışıq hələ. Bir dənə də funksiyamız var. Argumentində kök var. Kökün altından olmalıdır. Bax, dediyimiz kimi, sinus qiymət olaraq qorxduğu bir şeylər var. O da nədir? Mənfi 1-dən 1. Ancaq bu aradadır. Ondan kənara çıxa bilir. Tangens qiymət olaraq qorxduğu bir şey yoxdur əslində. Dərəcə olaraq qorxduğu bir şeylər var. Təyin olmadığı dərəcələr var. Yəni, əslində burada nə istəsən yaza bilərsən. Sadəcə kökdür deyə, kökdən qorxuruq. Kökün altından olmalıdır. Böyük nədən? Bərabərdir 0-dan. Yaxşı, gəlin görək, bərabər ola bilirmiz. Tangens 0-da təyin olunubdur mu? Tangens 0, sinus böl kosinus deyil. Niyə olmuş ki, olubdur da? Sinus böl kosinusdur da. Kosinusda 0-da 1-də axı. Təyin olunubdur. O görə bərabər də yaza bilərsən. Məsəl üçün, kotangens olsaydı, ark kotangens olsaydı, bu bərabər işarəsini yazamayacaqdım. Niyə? Çünki kotangens 0-da təyin olunmuyur. Yaxşı. Buradan nə nəticəyə gələm? X böyükdür nədən? 3-dən. İndi aralıq kimi baxın bir dənə. Bu deyək ki, mən 1-də başlayıram, 1-i alıram, 5-ə kimi yolka ilə çəkin. Bu deyək ki, mən 3-dən başlayıram. Aha, yox. Bu deyək 3-dən başlayıram. Və 3-dən nəyə? Böyüyəm. Düzdürmü? Mənə lazımdır ikisini birdən ödəyən cavab. AB parçası bu təyin oblastıdırsa, AB nəyə bərabərdir arkadaşlar? Deməli, bərabər olar. Başlayırsan 3-də, tutarsan 5-də. Deməli, A-sı 3-üymüş, B-si 5-imiş, A-bunu istəyirsənlər, 3 vur 5-i, cavab olar 15. Başa düşdük, tez köçürəm.